Değerli izleyiciler, hörmətli Azərbaycan xalqı, kiçik dəhnə cəmaatı. Bir daha sizi salamlayıram. Hər halda bizim verilişləri izləyirsiniz. Rusiyada yaşayan igid oğlanlarımızın köməyi ilə, Elçin Calavun rəhbərliyi ilə növbəti bir evin inşasına başlanmışdı bir aya yaxın müddətdə. Biz mütəmadi olaraq kanal rəhbərliyi, kanal tərkibi gəlib maraqlanırdıq. Müxtəlif zamanlarda hər dəfə gələndə burada kəndin ziyalılarını, baş həkimidir, tanınmış insanları, şəhid ailələrinin nümayəndələrini görürük və gəncləri görürük. Çox fəxrlə biz də danışırıq ki, bizim kəndimiz lazım olan vaxtı elə bir hərəkətlərə yol verir ki, bu Azərbaycan Respublikası üçün nümunə göstəriləcək işlərdir. Bugün də növbəti dəfə ənənələrimizə sadiq qalaraq tir qaldırma mərasimi deyirlər. Evin bünövrəsi başa çatandan sonra onun üstü örtülmək mərhələsi olanda həmişə ta qədimdən tir qaldırma mərasimi olur və bu mərasimdə ev sahibini istəyən adamlar, kəndin insanları gəlirlər, təbrik edirlər, göz aydınlığı verirlər. Bu məqsədlə biz də çəkiliş qrupu ilə bura gəlmişik. İnşallah içəridə gələn qonaqlarımızın da bir hissəsi ilə tanış olaraq. Mikail müəllim də kəndimizin tanınmış ziyalılarındandır. Məktəbdə müəllim işləyir, illərləndir. Hər kəsin hörmətini qazanan insandır. O da mütəmadi olaraq belə xeyirxah işlərdə iştirak eləyir, öz mənəvi dəstəyini göstərir. İstəyərdik ki, Mikail müəllim bir neçə kəlmə bu görülən iş barədə öz fikirlərini desin. Qəbuniyyətlə çox sağ ol Eldar müəllim. Həqiqətən biz bu ev tikiləndən Xeyriyyə fondu işə başlayandan bura bir-iki dəfə gəlmişik və şanlı işlər davam edir. Bugün həqiqətən Xeyriyyə fondunun gördüyü bu işlərdən biridir və tir qaldırma mərasimidir. Bu bizdə artıq adət ənənəyə çevrilmişdir və arzu edərdim ki, evi belə işləri başa çatdırmaqdan ötürü Xeyriyyə fondu daha fəal olsun. Bizim həqiqətən az qala 15-20 ev tikilib Xeyriyyə fondu tərəfindən kəndimizdə və bugün burada yığılan kəndimizin əhli də hamısı görür və baxır. Bu işlərin davamı üçün hamı əlindən gələni etməlidir. Çox sağ olun. Çox sağ olun Mikail müəllim. Elə demək olar ki, mənim də düşüncələrimə toxundunuz. Siz dediniz ki, yəni Xeyriyyə fondunun da gördüyü işlərdən biridir. Birincisi deyil bu. Kənddə təkcə evlərin tikilişi yox, yolların çəkilişidir. Müxtəlif işlərdə şəhid ailələrinə, qazilərə olunan kömək, başsız ailələrə edilən köməklər, ondan sonra saymaqla qutarası deyil. Bu işlər görülüb sizin özünüzün məktəbdə də, o birisi məktəblərdə də Xeyriyyə fondunun əli ilə, köməyi ilə nə qədər işlər görülür. Mən təəssüf eləyirəm ki, onu deməliyik. Hər şeyi gerək olduğu kimi deyib. Biz narazılığımızı da bildirik, yaxşı işlərimizi də. Mən istəyərdim ki, yüzlərlə müəllim kollektivi bu işdə ən azından belə mötəbər işlərdə heç olmasa tez-tez gəlib öz mənəvi köməyini əsirgəməsinlər. Bu kənd üçündür. Ən çox işi də ziyalılar görməlidir, ziyalılar istiqamət verməlidir. Bu sahədə mən öz kəndimizin müəllimlərindən öz incikliyimi nümayiş elətdirirəm. Çalışsınlar ki, belə gözəl işlərin görülməsində xalqı maarifləndirsinlər. Biz kiçik dəhnə bütün demək olar ki, dünya səs salan kəndlərdəndir bu işlərdə. Hər birisinin dayaq durmasını, dəstək durmasını arzulayıram, istəyirəm və hesab edirəm ki, mənim çağrışımı da eşidərlər və bu yaxşı işlərə dəstək olarlar. İnşallah, yəqin ki, bizi dinləyirlər də və bu işlərin davamı üçün onların maariflənməsi və kənd əhlinə maarifləndirilməsi önəm daşıyır.
Değerli izleyiciler, mən girişdə öz əsas sözlərimi dedim. Görünən xeyri işi barədə bir daha məlumatlandırdım. İstər Azərbaycan, istər bütün dünya əhalisini, bizi izləyənləri. Dəfələrlə burada bizim müqəddəs şəhidimizin atası, təkcə şəhid atası olmaqla kifayətlənmir, həm də kəndi, rayonun müxtəlif tədbirlərində öz sözünü deyər, öz rolu olan insanlardandır. Bütün yaxşı işlərdə çalışır ki, öz töhfəsini versin. İstəyərdik ki, elə bu bugünkü tir qaldırılma mərasimində ilk olaraq Oruç dayı ürək sözlərini etsin qısa olaraq. Mən də hər birinizi salamlayıram bu xoş gündə. Hər birinizə can sağlığı arzulayıram. Və bu gözəl işdir ki, bu günlərin bir ailənin o ocağını yandırırıq, onun ışığını yandırırıq, onun oturub bu qışın soğuğunda, yayın istisində o özünü başını soxmağa bir ev tikilib. Qəşəng bir ev tikilib. Buna elə dəhnə cəmaat da şaddır. Bu işi təşkil edənlərə, bu işdə əziyyət olanların hamısına can sağlığı, uzun ömür arzulayıram. Başda əlbəttə ki, xeyirxah adamlar həmişə xeyirxahdır. Onlar tarix boyu olub, keçmişdə də bizim ulu babalarımız da olub. Beləcə bu yaxşı işlərə həm seviniblər, həm də bizim insanlara bir məktəb kimi, bir böyük kimi yol göstərmişsə, belə işlər həmişə insana xeyir gətirir. Və bugünkü gündə bu qəşəng binanı tikib belə əmələ gətirib, belə gözəl vəziyyətdə o ailəyə, hansı ki o vaqonda, yayın işsizdə o tutub yananda o başını soxmağa yer axtardı. Ancaq çoxları rahat evində, eşiyində, şükür Allaha ki, bir təhəri dolanırdı, bir hama çörəyini qazanıb yiyirdi. İndi bugün Allaha da, bəndiyə də xoş gedir ki, bugünkü əziz gündə, xoş gündə, bax bu ailəni sevindirir. Allah da onları sevindirsin. Allah onların çəkdiyi əziyyət itirməsin. Başlarından xeyri töksün ki, gələcəkdə belə işlərin çoxlarını görsün. Hamımız bilir ki, bu kəndin oğlanları, başda Elçin qardaşımız olmaqla neçə belə xeyirxah işlər görür. Kəndimizdə məsələn o asfaltlanmasında, ondan sonra o şəhidlərin üstünə gözəl bir şəraiti vardı oranın. Bir dəfə heç yadımdan çıxmaz. Mənim evladımın Bakıdan komandiri gəlmişdi. Gəlib nəsə onu ziyarətə gəlmişdi. O vaxtı gəldi, çıxdı bu şəhidlər xiyabanına. Belə düzəlməmişdi. Çıxdı, nəsə buranca dokundu. Sonra o qaçdı ki, ay Oruç ki, bu şəhidlərə bu layiq deyil. Buranı gözəlləşdirmək olar. Sonra mən bunu çatdırdım Elçingilə, Əlbidəyə çatdırdım. Onlar da sağ olsunlar. Elə insanların köməyinə demirəm ki, bunun hamısını Elçin edir. Elçinlə yan yörəsində onu başa düşən, kəndimizin o mərd oğlanları var, xeyirxah olanları var. Onların hamısını birləşib bir adamın əlindən heç zat gəlməz. Bunlar cəmləşir, belə gözəl xeyir işlər görür. Bax, bu cənnətə döndərlər şəhidlərimizin üstünü. O, misal, şəhid əllərinə o qədər təsəllidir, o qədər gözəldir ki, bunlar cavan həyatını bu vətən uğrunda, torpaqlara qanını töküb ki, sabah onlar sayılsın, seçilsin, onların əziyyəti yerdə qalmasın. Günlərin, onların, çoxların, məsəl üçün, toy yüzü görmüyor. Onların nişanı da oradadır, toyu da oradadır. Bax, bu gözəllikdədir. Ona görə də mən günlərin bu gözəl gündə arzularım odur ki, gələcəkdə də belə bax, bu bizim kəndimizin evlatları gəlsinlər, belə bax, bu kəndə belə gözəllik yaratsınlar. Bax, indi kəndimizin o ağaçlar ekilir, o da gözəldir. Onu da sağ olsunlar, onu deməmək günahdır. Bu kəndimizin o da gözəlliyidir. Sabah gələndə, bu kəndə gələndə maşallah, bir ildən sonra görüşlər ki, elə bilən bir cənnət məkana gəlirlər. Ayrıca bizim də hamımızın axırı uçurumdur deyik, ölümdür.
İnsan yaşayır, bir ömür yaşayır. Gedin bizim qəbristanlığa baxanda bayaq nəyə oxşuyurdu ora? İndi cənnətdir. İndi bax, bunun da düzəldən oğlan var. Neçə illərdir adı da çəkilmir. Bildin mi? Onu da kendimizin evladıyız. Bak bu yaxşı işlərə görə hamımız minnətdar olmalı hele insanlara. Allah onlara ömür versin, can sağlığı versin ve bu binanın da xeyrini görsünler. İçində məclis görsünlər. Hoş, firavan yaşasınlar. O necə ki bak, insanlar rahat yaşayır. Onlar da şimdi şükür edib Allah'a o evdə rahat gün görərlər. Bu da Allah'a o kadar hoş gider ki onlar sabahları alqış eləyərlər. Yatıp durup alqış eləyərlər. Bir günlərin deyir 5 nəfər bir kənddən həcce getmək istəyir, həcce. Yığışırlar, bir günü təyinlər ki sabah həcce gedir. Səhər kişinin biri, asaqqalın biri durur yuxudan. Görür ki, qonşusuna bir qadın tezdən kəndin qırağına gedir. Işıqlaşmamış hava. Bunun fikir verir, görək bu nə haqq hesabdır. Gedəndə qadın getdi, ölü toyuğu da sürfədən ıraq, ölü toyuğu qovşuna vurdu, qaytardı, gəldi və deməli bu qadın da əri rəhmətə gedilmiş. 3 dənə uşağı qalıb arvadın mudunda. Bu kişi həcci getmir. Gedir yoldaşına deyir ki, mən gedəsi olmadım. Bu qadını da götürürlər, gedib buna o həcciyə apardığı pulun hamısını bu qadının rızqısına, paltarına, nə bilim, obşim hamısını buna xaçlayır. Xaçlayır, da bu gedəsi olmur, yoldaşlar deyir, siz gedin, mən gələrəm. Yoldaşlarına. Nəsə bunlar gedir, bu kişi daha olanını xaçlayır, gedir, həcdən qayıdır kişilər, o da getmir. Qayıdıb gələndə bu yaxınlaşır həmən o dostlarına, deyir ki, həciniz qəbul olsun. Getdiniz, gəldiniz, nətər də, o soruşur, deyir, səni biz orada görmüşük. Nə danışsan sən? Sən bizdən qabaq getmişsən. Allah'ın bu işi də var. Yəni bu kişini o ziyarətə gedib bunlardan qabaq eləyib gəlir. Yəni bu Allah şərait yaradır. İndi mən də deyirəm ki, belə xeyirxalq işləri görən insanlara Allah başından nur tökülsün. Allah'ın en yaxşı bəndələrindən, en şirin evlatlarından olsun. Allah onlara ömür versin. Hər birinizə də can sağlığı, uzun ömür arzulayıram. Xoş günlər. Belə evləri çox görək kəndimizdə. Belə yaxşı işləri hamımız bacaraq. Əlimizdən nə gəlir, kimin nəyə gül çatır, o da bunu görməyə bilsəmi, Allah'a da xoş gedər. Sağ olun, var olun da. Mən nə deyim? Çok sağ olun Oruç dayı. Yani görülen işten gül iyi gelen deyirlər. Siz de qeyd elədiniz. İndiyə qədər görülen işlerin ümumi mənzərəsini verdiniz. Yeni başlanan o yaşıllıq işine de xeyir dua verdiniz. Hamımızın bütün kəndin uğrudu. Hər birisinə, bütün yaxşı işlərdə əli olanların hər birisinə təşəkkür edirik. Adicə görünməyən tərəflər var ki, bu evin inşasında elə adamlar var ki, gətirib ərzaq, arzuqa veriblər. Biri bu cavan oğlan misal üçün biz eşitdik ki, bu təzə işə başlayanda öz şəxsi hesabına, qrupdan kənar, öz şəxsi hesabına gətirib ət aldı verdi, müəyyən bir ərzaq məhsulları çatdırdı. Digərləri istər fəhləsi, istər ustası, hər birisi öz bacardığı köməyə əsirgəmədi. Hər birisinin Allah canını sağ eləsin. Xeyirli öyrünə köçənlər olsun, oğul toy görsün, ya Rəbb, ya Rasulallah. Allah tikənlərə də canan sağ eləsin. Təşkilləyənlərə də canan sağ eləsin. Allah hamısına can sağlığı versin. Canın sağ olsun, değmesin, dolaşmasın. Amin ya Rəbb. Allah bolca rızı versin kətli balalarımıza. Hamısı bizim qardaşımızdan alırız. Amin ya Rəbb. Deyirəm Allah ki, Allah bu vagonlar, bu ilan kimi onları çıxardıra, bu otağa qoydu. Allah onların canlarını sağ eləsin. Allah onları arzularına çatdırsın. Can. Allah xeyir versin. Xeyir olsun, Allah xeyir versin. Adaş sen de sözün becerinden ol. Xeyir olsun, Allah xeyir versin. Allah hamımızın canını sağ olasın.
Allah etsinler canı Şəhid sağ olasın. cəmaatını salamlayıram. Hamının canı sağ olsun. Nə qədər iştirak edənlərə can sağlığı. Gözəl təşəkkür. Güzel teşebbüs ediyorsunuz. Allah can sağlığıyla Seymur'u ailesini yürüyüşten sonra toyunu görək. Çalışlar görürsün. Xeyir olsun, can sağ ol. Hayırlı olsun hocam. Allah başa kimler. Hayırlı olsun. Allah başa kimler. Xeyir olsun, sağ olun, qismət olsun. Həmişə xeyir işləyək. Allah Teala bütün kaslara, şeylere hürmet eyle, sağ olsunlar, var olsunlar. Allah hayır işlerden paylaşsın. Can sağlığı olsun. Amin, amin. Bugünkü yığıncaqda həm kanalımızın ağsaqqalı, həm də Kiçik Dəhnə kəndində, ümumiyyətlə Respublikada öz dəyərli xidmətləri olan vaxtilə məktəblərdə savadlı şagirdlər yetişdirən Hamil müəllim də buradadır. Yaxşı olardı ki, Amir müəllim bir pedagog olaraq öz ürək sözləri ilişsin. Öz ürək sözlərini sin deyəndə bütün YouTube kanalının izləyicilərinə birinci salam deyirəm. İkinci də sözsüz də məclisin qurulmağı özü böyük sözdür. Bizim ata-babalarımızdan qalmış adət ənənəyə görə yeni ev tikiləndə, onun tiri qalxanda bütün qohumlar, qonşular və eləcə də kəndin tanıyan adamları gəlib göz aydınlığı verirdilər. Elədir, düzdür. Biz də gəlin bugün bu ev sahibinə göz aydınlığı verəyik. Bəli. Günü olsun ki, ev tamam əldən çıxsın və ev sahibinə təhvil verilsin və o da öz istək və arzularına çatandan olsun. Amin. Çünki bu xeyriyyə işləri elə bir işdir ki, bu xeyriyyə işində hamılıqla iştirak etmək lazımdır. Bu evin bir növrəsi qoyulanda biz burada yenə öz sözümüzü demişik, yenə də öz sözümüzü deyirik. Yalnız həyatda insan verdiyi sözə görə yox, gördüyü əmələ görə cavab verir. Yalnız deyir, sözdə deyil, işdə hikmət sahibi olmaq lazımdır. Sözdəki hikmət sahibi bu dünyada qalar. Ancaq işdəki hikmət sahibi bu deyir, dünya ilə yanaşı, həm də o dünyaya, yəni rəhmət qazanır. Kəndimizin belə adət ənənələri uzun müddətdir davam eləyir. Bu da yerə növbəti xeyriyyə işi görülən evdəyik. Allah Teala bu işi görənlərə kömək olsun, yardımcı olsun. Mən arzulayardım ki, belə evlər tikiləndə köhnə adət ənənəmizə görə kəndin cavanları gəlib bu evin tikilişində iməclik eləsin, kömək eləsin. İməclik kömək eləyəndə ev daha tezliklə əlçiyə gəlib çata bilir. Deyir, kimin bir çörəklik buğdası vardır, başını çəkməyə yuvası vardır. Nə ağadır, nə kimsəyə nökər, şad olsun, zənn etsin dünyası vardır. Məhz bu ev sahibinin də evi yox idi, vaqonda yaşayırdı. İndi bu evi buna tikib verdilər ki, kəndimizdə yaradılmış xeyriyyə fondunun iştirakçıları kömək elədilər. Deyir, söz ucaldar bu cahanda insanı, əzizləyər bu cahan da insanı. Vaxt olar ki, bir can da insanı 50 ilin hörmətinə salarsınız. 50 ilin hörmətindən salarsınız. Arzulayaq ki, 50 ilin hörmətinə salanlardan olsunlar. Elələrimiz də var ki, elə sözlər danışırlar ki, elə hərəkətlər edirlər ki, onların sözləri görürsə ki, xoşa gəlmir. Arzulayaq ki, kəndimizdə birlik olsun. Bu umut küsülər atılsın bir kənara, xeyriyyə işləri görənlər olsun. Elçin günün gördüyü bu xeyriyyə işini görürsənmi? Kəndimizdə davamçıları var. Bizim adını bilmədiyimiz və hələ də adını çəkib çəkmədiyimiz bir neçə xeyriyyə işçilər var. O cümlədən kəndimizin yolunu abadlaşdıran, yaşıllaşdıran uşaqlara da mən çox təşəkkür edirəm. Çox sağ olsunlar. Deyir, kəndin mədəniyyəti onun yolundan və abadlığından asılıdır. Kənd nə qədər abad olarsa, yolu abad olarsa, bu daha yaxşı olar. Bu kəndin asfaltlaşmasında bu xeyriyyə fondunun əməkdaşlarının köməyi olduğu kimi, bu yaşıllaşdırma işlərində də yenə bir neçə adamların köməyi vardır. Arzulayıram ki, bu iş davam eləsin və bu işdə iştirak edənlərin hər birinə təşəkkür edirik. Hamılıqla
Biz onlara sağ ol Xeyir dua deyirik. veririk. Xeyir dua veririk. Bəli, sağ ol. Sağ ol. Çox sağ olun. Bu işte en belə az əməyi olan insanların da hər birisinə təşəkkür edirəm. Bu məclisdə də yığılıb gələn, ürəyi istəyib gələn hər kəsin Allah canını sağ eləsin. Hətta bizim qonşu kəndlərdən də gələn qonaqlarımız var. Bütün salamlayırıq. Onlar da ürək açıqlığı ilə bu söhbətləri, bu kənddə gedən işləri eşidib, onlar da həvəslənib, maraqlanıblar, gəlirlər bu işlə tanış olmağa. Ən azı mən həmişə demişəm, bu xeyirxah, gözəl işlər təkcə Dəhnə kəndi üçün deyil. Bizim kəndimiz, kiçik Dəhnə kəndi çox belə mütərəqqi işlərlə bütün Azərbaycana örnək oldu, nümunə oldu. Hesab eləyirik ki, hər kəs öz qabiliyyəti səviyyəsində bu nümunəviliyi, bu örnəyi davam etdirəcək və fəxrlə, vüqarla öz adını tarixə yazacaq və gələcəkdə onların nəvələri, nəticələri, nəsilləri biləcək ki, bunların atası, babası kəndin inkişafında rol oynayan insanlardan oldu. Hər kəsin Allah canını sağ eləsin. İnşallah Amir müəllim deyən kimi bu evdə başa çatanda bir geniş bir veriliş hazırlayıb Respublika ictimaiyyətinə çatdırarıq. Allah abad eləsin, kəndimizi var eləsin.